Çox gəzmək faydalıdırmı? Damarların çıxmasına səbəb olurmu? Ümumiyyətlə, arterial damar problemlərimiz var və vena damar problemlərimiz var. Hər ikisində xəstəliyin bu və ya digər mərhələsindən asılı olaraq gəzmək faydalı və ya zərərli ola bilər. Məsələn, arterial damar tutulmaları olan insanlarda əgər başlanğıc dövrdə bu xəstənin vəziyyətinin yaxşılaşmasına səbəb ola bilirsə, artıq fasiləli axsaqlıq yaranacaq qədər irəliləmiş bir damar tıxanıqlığı zamanı çox gəzmək xəstənin ayağında vəziyyəti ağırlaşdırır, hətta qangreniyaya qədər irəliləyə bilir. Amma varikoz xəstələrində isə bu vəziyyət fərqlidir. Əgər varikoz xəstəlik kimi müşahidə olunursa, yəni ana damar səviyyəsində bir problem varsa, çox gəzmək xəstələr üçün faydalıdır. Yox, əgər xəstəlik deyil, sadəcə estetik problemdirsə, bu zaman çox gəzmək ümumi sağlamlıq adına faydalıdır. Xəstəliyin özünə, yəni kapillyar görüntüsünün azalmasına və ya artmasına hər hansı təsir etməz.